Salam, xoş gördük. Uzun zamandır yox idim, yenidən gəldim. Deməli, maraqlı bir xəbər var. Qaz və işıqlarla bağlıdır. Elektrik enerjisi və Azərqazla. Yeni qanun layihəsi hazırlanır. Vahid aylıq ödəniş. Söhbət nədən gedir? Yaşamadığımız evlərdə, yəni işlətmədiyin elektrik enerjisinə və qaz xəttinə görə dövlətə aylıq vahid müavinət, yəni vergi ödəməli olacaq. Hətta işlətdik belə də aylıq o müavinəti ödəyəcəyik. Əlavədən nə işlədirik onu ödəyəcəyik. Limitlər isə ləğv olunacaq. Həm qazda, həm işıqda. İndi limitlərin ləğv olunması məsələsi uzun zamandır müzakirə olunurdu, amma bu qaydada təklif olunmurdu da. Bu təzə qanun layihəsidir. Bizdə də qəbul olunmuyor, tətbiq olunmur. Amma artıq qanun layihəsi hazırdır və müzakirəyə çıxarılacaq. Yəni söhbət ondan gedir ki, biz işlətmədiyimiz işığa və qaza görə də artıq pul ödəməli olacağıq. Bunun digər tərəfi odur ki, məsəl üçün evin var, amma evdə yaşamırsan, tutaq ki, rayonda evin var, Bakıya gəlmişsən, Bakıda yaşayırsan, kirayədə qalırsan və yaxud da Bakıda evin var, orada qalırsan, rayondakı evə görə işıq pulu, qaz pulu, aylıq müavinət, vahid müavinəti ödəməli olacaq. İndi o nə qədər də hələ bəlli deyil, o da yaxın zamanlarda bəlli olacaq. Belə, görək, siz də fikirlərinizi yazın, görək biz bu pulu niyə ödəməliyik.